Səməd Vurğunu xilas edən aktyorumuzun kim olduğunu bilirsiniz? Bu kadrlardan mütləq tanıyacaqsınız. Qonaqpərvər bir adamı utandırırsınız. Deyəsən, sizi hardasa görmüşəm. O, bəy ailəsində doğulub. İnsanlar onu əksərən aktyor kimi tanıyır. Lakin əsas şeyi rejissorluq olub. Əhməd Hardadır filminin rejissorudur. 1936-cı ildə Azdramada fəaliyyətə başlayır. 1937-ci ildə repressiyalar zamanı Mircəfər Bağırova Səməd Vurğunun yazdığı pyes barədə xəbər verilir. Vaqif dramını məhz Adil İskəndərov səhnəyə qoyur. Səməd Vurğun və o güllələnəcəklərindən qorxurlar. Premyeradan əvvəl ailələri ilə sağollaşırlar. Lakin Mircəfər Bağırov tamaşanı bəyənir. Bununla da Səməd Vurğun repressiyadan qurtulmuş olur. Hətta Səməd Vurğuna 1941-ci ildə Stalin mükafatı verilir. Adil İskəndərov isə sonralar Azərbaycan Film Kinostudiyasının rəhbəri olur. 5 mayda Adil İskəndərovun 115 illik yubileyi idi. Ruhu şad olsun. Əvvəldəki görüntülərin hansı filmdən olduğunu bildinizsə, rəydə yazın.